Salam dostlar. Bu mənim ilk YouTube videomdur. Bu videonu görə çəkirəm ki, Azərbaycanda YouTube sektoru yetərincə çox deyil. Yəni hələ ki e-futbol üzrə demək olar ki, heç yoxdur. Yəni mən görməmişəm e-futbol videosu çəkən YouTuber. Görmüşəmsə yəni çox azdır. Yəni onun takipçiləri falan çox deyil. Və TikToker falan var, amma YouTuber görməmişəm. Bu sektorda yəni inşallah yavaş-yavaş yüksəlməyə Amına koyayım şu lafı söyle yakışıklı mı? başlamışam. Yəni yaxşı olar da, yəni inşallah. Yəni keçək oyunumuza. Söhbətimizin yarısında orada davam eləyərik rəqib gələndə. Rəqib gəldi. Görək kimdir. Özbəkistanlı rəqib Ahmedullah. Bu sezon deyəsən biraz güclüdür rəqiblər. Ya da mən tez başladım kasmağa. Mən keçən sezon çox gec başlamışdım kasmağa. Birinci kasmanda ilk nə bilim bilmirəm neçə yüzdə isə qutardım. Neçə 100 mində çaşdım. Bana ne amına koyayım? Aubameyangla Kylian yuxarı baxır. Belə qalsın. Rəqibin də kadrosuna baxaq. Rəqibin də kadrosu qəşəngdir. Bunlar da. Təbii ki də ilk videodan alınası bir şey deyil. Üstünə düşmək lazımdır. Səbirli olmaq lazımdır. Yenə də yoxlamağa dəyər. Həyatda hər şeyi yoxlamaq lazımdır. Futboldan öncə həyat tövsiyələrinə keçdim. Aynen. Görək nə olur. Aha, orada Cruyff'a pası versə, mən gol atmışdım. Biz gol sevinci eləyirdik. Yəni eləmirdik. Gol sevinci eləməyə xoşlamıram oyunda. Qəşəng. Küncüdən zərbə vuracaq rəqib. Joshua Kimmich. Eləm onu. Uzaqlaşdır da, hə. Uzaqlaşdıra basa bilmədim, əlim dəymədi. Bu arada Aubameyang qalandan sonra da çox oyun oynamadım. Çünki yəni həvəs yoxdur. Əvvəlki kimi az qalsın atırdı. O gol girsə, o girsə yaxşı olar. Bunun içine nasıl girecek? Vardır bir düzenek. Müdafiədən çıxaq. Aubameyang bir dənə çox ağırdır. Ağırdır deyəndə gediblər 33 yaşındakı kartını gətiriblər. Yəni o Borussia Dortmundda oynayan vaxtları var. Mən Arsenalda oynayan vaxtları var. Bunlar qala niyə gedib sən Marseillada oynayan vaxtını gətirirsən? İndi də yenə bu Aubameyanga yəni şükür eləyəcək vəziyyətdəyik. Çünki indi gətirdiyi oyunçu ondan da betərdir. Danışanda da heç oynaya bilmirəm. Məcbur yola vermək lazımdır. Kimi? Qaqaş elə ancaq uzaqdan vuracaq. Korner istifadə eləyəcək deyəsən. Ağlama hadi oyna. Bu qapısını görə sevinirəm. Yerdən atmadı. Tərifləyən kimi zibilviz çıxır. Al da topu. Firlodan neyniyim mən? Harasına gedim rəqibin? Şükür. Allah bu oyunu oynayanlara səbir versin. Başqa heç nə demirəm. Vura bilmədi. Buna girmədi. Qapısı uzaqlaşdırdı. Offside-da deyil. Firlo aç. Da bilmədi. El Silvestri. Vinicius. Ricard kim qaçır? Gecikdim pas verməkdə. Daha doğrusu oyun gecikdi. Niyə bunlar gecikirlər ki belə? Ora mən Nuno Mendes çəkmişdim ki bilirdim ona verəcək. Magalhaes. Mbappe. Qəşəng paslarla çıxır. Prosta Aubameyang bu pası atsa, Aubameyang
Pası atsa qol atacaq. Üçün son dəqiqə momentumuydu. Bir müddətdən sonra facecam'ə də keçə bilərəm. Baxır yəni o izlənməyə də. İzlənmə gəlsə, həvəsim artsa. YouTube'da mən... Oha. Elə bildim qoldu. Onu da bacaramadım. Pirlo. Verə bilmədi pas. Çox pis. Kastırma qaqa. Aa, bu necə oldu? Necə qabağı? Top mənə dəyir, kasır mənə dəyir, qabağımda qalır. Nə bilim valla. Oyun bizdən yana deyil. Bu kadar kolay mı ya? Abi bu kadar mı kolay ya? Nasıl abi ya? Biz güveniyoruz, inanıyoruz. Nasıl olacak abi? Nasıl olacak yani? Ancaq siz əsəb stres keçirdə bilərsiniz bu oyunda. Heç nə demə. Yəni. Neysən qardaş, 13 dəyişiklik vaxtıdır. Dəyişdirməyəcəm. Başda nəcəsə vermir də yəni. Bilmirəm, yəqin ki oyun verməyəni istəmir. Oyun nə istəyirsə odur məncə. O da keçər. O da keçdi. Yenə qapısı var. Bax, yenə qapıda qapısı var. Saliba uzaqlaşdır. Məncə bərabərləşdirə bilərik. Hələ vaxtımız var. Mən Mbappe'yə atmışdım. Abi sən hardan çıxdın? Şey. Biraz çöldən verdi hə pası da. Heç vaxt istədiyim kimi verə bilmirsə. Mbappe dokunsalar ağlayacak. Kimse dokunamıyor. Bu yüzden ona dokunmuyorlar. Etrafında onun dilinden anlayan kimse kalmadı. Her geçen gün birer birer masadan eksiliyor dostları. O çok gitmek istese de kalkamıyor. Çox mənasız qollar. Qol sevincəydi, ona görə elədim mən. Normalda eləməyi xoşlamıram, hörmətim var rəqibə. Belə hörmətsizlikləri görəndə, amma məsəl üçün qaqaşın keçdi. Ooo, qəşəng. Girərdi də o da. Vaxt öldürür. Klasmanda hər cür rəqib görürsən də sən. Hər cinsdən adam görürsən. Oha, neçə nəfər girirsiniz bir dənə oyuncuya? Sözün bitdiyi yer, dayan bura. Valla sözün bitdiyi yerdir. Qaqaşın atdığı qollardan da, mənim attığım qollardan da. Qollardan da bir dənə qol atmışam. Heç Qaqaşa baxım. İşte ikinci klasmana qədər kasıb. Qaqaş pis oynamır, pis oynamır. Prosta ki, yəni keçdiyi paslar, yəni atdığı paslar, atdığı qollar, yəni bildiyin, yəni mümkünsüz bir şeydir. Futbolda belə bir şey mümkün deyil.